Rəhmətlik Ustad Kərimiyə Mərağeynin bir dənə gözəl tənz şeiri var ki, bivəfa yoldaşların vəsfindədir. Bu gözəl şeiri təqdim edirəm gözəl baxışlarınıza. Toya dəvət eləmişdi Hacağa, Seyfəli ilə məni Göycə bulağa. Mən dedim Seyfəlini it qabbaz, kəndəgircə onu saldım qabağa. Çıxdı bir qıllı köpək bir qapıdan, tez qaçıb Seyfəli dırmaşdı dağa. Foru atdım ona bir parça çörək, bilmədim kənd iti baxmaz yemağa. Vurdu bir toqqa məni yıxdı yerə, tez cibimdə əl apardım puçağa. Qəsdimi bildi köpək gəldi dilə, dedi vermə ələyağın orağa. Bivəfa yoldaşla çıxma yola, baxma yar yobbalaya baş qulağa. Yoldaşa yoldaş əgər yoldaş ola, dəyər 15 qəmiyə 100 nəcağa. Qarnıvı indi gərək burada ciram, baxmaram gülmağaya, ağlamağa. Dedim ax sən buranın nəmnəsisən, başlayıbsan mənə dastan demağa. Dedi mən bu sürünün sahibiyəm, qoymaram gəlləni gözdən qırağa. Dedim əhsən nə gözəl kef sürüsən, yiysən yax kərəni müftəqağa. Dedi qarnından ötür xidmət edən, xeyli biürzədir bənzər olağa. Məni bənzətmə o şəhritlərinə, sata heysiyyəti bir punzayağa. Göstərəndə ona bir parça çörək, başlaya quyruğunu toğlamağa. Bilmirsən sən bura təqsim olunub, niyə girdin bura ey şumu dəğa? Dedim asəqqəliviz kimdir sizin, deməyib hürmət edərlər qonağa. Dedi xain qonağın hürməti yox, qətli vacibdir başın ver qərağa. Yiyər ev sahibinin duz çörəyin, göz-göz eylər cibini cazlamağa. Qarnıvı indi gərək burada ciram, baxmaram gülmağaya, ağlamağa. Dedim ax camənin şairiyəm, sənə təşviq yazaram bir tabağa. Başıvı oxşadaram xan başına, səni təbliğ ilə sallam qabağa. Adıvı dəftərə ahu yazaram, xəlqi bilmir bu balıqdır ya bağa. Mən həman şairi şirin soxanəm, iftixar eylər adımla mərağa. Eşidib bu sözü hisləndi köpək, dedi səd heyf o gözəl dil dodağa. İti tərif eləməz əhli kəmal, nədir bu hərfi müzəxrəf Hacağa? Bu sənin xatirin amma dahi get, görməmiş bağıbanı girmə bağa. Muxtasar sakit olubdur ürəyin, elə bir nəfti töküblər çırağa. Dedim ağayə köpək çox mersi, o da bay bay dedi girdi qalağa. Ey Kərimi sözü rəng ilə boya, bilirsən camə bazdır boyağa.